Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zakharova son mətbuat brifinqi zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikrinə dair suala cavab verərkən deyib ki, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbul edilməzdi. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zakharovanın son brifinq zamanı səsləndirdiyi qeyri-məqbul fikirlərinə dair şərhində bildirilib. Qeyd edilib ki, ümumilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir. Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.